Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Dəvət məsələsində dəvətçi, hər bir müsəlman dəvətçi sayılır. Dəvətdə hər bir müsəlman dəvətçidir. Və hər bir müsəlman da dəvətində gərək öz ailəsindən başlasın. Ən yaxınından və ən yaxınından və ən yaxınından. Ona görə qardaşlar, bizlərin hamımızdan tələb olunan şeylərdən biri öz ailəmizlə özəl məclislərdə oturmamız lazımdır. Xüsusi bir toplantılar etməmiz lazımdır. Hamımızın öz ailəmizlə, zövcə ilə, övladlarla, ana ilə, ata ilə, xüsusi ilə, qohum əqraba ilə, ümumi ilə və başqa müsəlmanlarla. Xəta oradadır ki, bəzi insanlar baxırsan ki, uzaq yerlərə gedirlər dəvətə. Bu kənddən o kəndə, o kənddən o şəhərə, o şəhərdən başqa bir ölkəyə dəvətlə məşğuldur, gözəl iş görür. Amma dəvətdə görürsən ki, xələli var, məsuliyyətsizlik edir. Nədir bu məsuliyyətsizlik? Öz ailəsini unutmuş bir durumdadır. Bu xələl sayılır, bu xəta sayılır. Gərək insan öz ailəsi ilə də maraqlansın, xüsusilə öz zövcəsi ilə, övladları ilə, valideynləri ilə, qardaşları ilə, bacıları ilə. Bunları xüsusiləşdirməlidir dəvətdə. İnsan öz ailəsi ilə oturması üçün vaxt ayırmalıdır. Onlara haqqı bəyan etmək üçün, haqqı çatdırmaq üçün mütləq və mütləq vaxt ayırmalıdır və çalışmalıdır və zəhmət çəkməlidir, onlara səbr etməlidir. Və onlara fayda verən şeyləri onlara adım-adım öyrətməlidir. Çünki qardaşlar, qiyamət günü hətta hesaba çəkiləndə sənin üzərində ən böyük haqqı olandan başlayacaqsan, hesaba çəkilmək məsələsində. Əgər sən öz ailənin haqqını vermiş olmazsansa, onlara haqqı başa salmış olmazsansa və yaxud da haqqı başa salmaq üçün əlindən gələni etmiş olmazsansa və yaxud da onların hidayəti üçün üzərinə düşən haqları yerinə yetirmiş olmazsansa, qiyamət günü Allah Teala səni hesaba çəkəcək. Onlar səndən şikayətçi olacaqlar qiyamət günü. Əbəsə surəsinin axırlarında gəlir: يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ وَأُمِّهِ وَأَبِيهِ وَصَاحِبَتِهِ وَبَنِيهِ لِكُلِّ امْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ. O gün kişi öz qardaşından qaçacaq. Və ummihi və əbih, və atasından və anasından da qaçacaq. Və sahibətihi və bənih, öz zövcəsindən və övladlarından da qaçacaq. Likulli imri'in minhum yevmə idin şə'nun yuğni. Çünki o gün hər kəsin özünə yetdik, özünün dərdi olacaqdır. Onların qaçmasının əsas səbəbi, qardaşlar, o zaman olacaq ki, onlar o zaman qaçacaqlar ki, analarından, atalarından, övladlarından, zövcələrindən, dostlarından, əgər onların haqlarını yerinə yetirmiş olmazlarsa, əgər onların haqlarını yerinə yetirmiş olmazlarsa, üzərinə düşən məsuliyyəti yerinə yetirmiş olmazlarsa. Dəvətin özü xeyir istəməkdir. Dəvətin özü xeyir istəməkdir. Yəni, sən bir adamı dəvət edirsənsə, o adama yalnız xeyir istəmiş hesab olunursan.
və dəvət olunan adam da gərək bunu başa düşə. Ən azından ki, faydalana bilə. Ən azından ki, faydalana bilə. Və dəvətçi olan insan dəvət etdiyi zaman nəticəni düşünməməlidir. Yəni, əsas hədəf nəticə olmamalıdır. Əsas hədəf dəvəti gözəl şəkildə yerinə yetirmək olmalıdır. Sən əlindən gələni, üzərinə düşəni yerinə yetir, ailənin islahı üçün, qohum-əqrabanın islahı üçün, xüsusilə gerisi Allahın işidir. Çünki hidayət heç bir insanın əlində deyil. Allah Teala Quran-ı Kərimdə buyurur: İnnəkə la təhdi mən əhbəbtə və ləkinnəllaha yəhdi mən yeşə. Sən istədiyini doğru yola yönəltə bilməzsən, lakin Allah istədiyini doğru yola yönəltər. Başqa bir ayədə Allah Teala buyurur: Leysə aleykə hudahum və ləkinnəllaha yəhdi mən yeşə. Onları hidayət etmək sənin işin deyil. Onların hidayətə gəlməsi sənin əlində deyil. Lakin Allah istədiyini doğru yola gətirir. Başqa bir ayətdə Allah Teala buyurur: Ləstə aleyhim bimusaytir. Fəzəkkir innəmə əntə müzəkkir. Ləstə aleyhim bimusaytir. Sən onlara xatırlat, onlara haqqı başa sal, onlara doğrunu öyrət. Sən onlara haqqı başa salan, doğrunu öyrədənsən. Sən onların üzərində ağa deyilsən. Ona görə bizlər nə ilə məşğul olmalıyıq? Dəvətlə məşğul olmalıyıq. İlk növbədə ailəmizin, daha xüsusilə ailəmizin, sonra qohum-əqrabaların, sonra ümumi müsəlmanlar üçün, müsəlmanların islahı üçün əlimizdən gələni etməliyik. Çalışmalıyıq, gözəl əxlaqla, gözəl tərbiyə ilə, gözəl ədəblə, səbirlə, hikmətlə onların hidayətə gəlmələri üçün çalışmalıyıq və bu yolda səbr etməliyik. Təbii ki, bu hədəf yerinə yetirilməsi üçün bir müsəlman duaları da unutmamalıdır. Rasulullah s.a.v. buyurur ki, Adəm övladının qəlbi Rahmənin iki barmağı arasındadır, onu istədiyi kimi çevirər. Ona görə qardaşlar, heç kəsin İslama girdiyini və yaxud girməyini uzaqlaşdırmayın. Deməyin ki, filan İslama girə bilməz, filan hidayətdən çox uzaqdır. Bu tamamilə məyusluq sayılır. Ona görə qəlblər Allahın əlindədir. Allah istədiyi qəlbi istədiyi zaman çevirir. Və bizlər də təbii ki, duanın önəmini bilməliyik. Dualarda daima sevdiyimiz insanların da, ailələrimizin də, qohum-əqrabalarımızın da İslama girmələrini, İslamda sabit olmalarını, sabit qədəm olmalarını diləməliyik. Və eyni zamanda bunu bir dəfə, iki dəfə deyil, israrlı şəkildə Allahdan bunu təkrar istəməliyik. Allah Teala'dan istəyirəm ki, üzərimizə düşən haqq hüquqlarımızı valideynlərimizə qarşı, ailələrimizə qarşı, yaxınlarımıza qarşı yerinə yetirməyi bizlərə asanlaşdırsın. Amin. Allah Teala'dan diləyirəm ki, bizləri onların hidayəti üçün bir səbəb etsin və sözlərimizdə və əməllərimizdə ixlas nəsib eləsin. Və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.